Xoş gördük əziz dinləyicilər. İran-Amerika döyüşü əsnasında regionda vəziyyət çox qızışır və kifayət qədər maraqlı hadisələr baş verir dünənləri. İlk növbədə başlayaq ondan ki, bugün İranın demək olar ki, ən sabit, ən sakit və ən güvənilir regionu məhz Türkiyə, Azərbaycan və Türkmənistan sərhəddidir ki, yenə də Türk dövlətləri və illərlə biz bildirirdik ki, bugün İran özünə hardasa müttəfiq yox, onun ən səmimi, ən təbii müttəfiqi elə onun türk dövlətləri ola bilər. Amma çox təəssüflər olsun ki, məhz Fars rejimi və bu Molla rejimi sırf türklərə qarşı düşmənçiliyi həyata keçirməklə bunu həyata keçirtmədi və Türk ittifaqını yarada bilmədi öz ətrafında. Amma bu günləri isə məhz onun sərhədlərində artıq Azərbaycana və Türkiyəyə də təşəkkür edir. İlk növbədə Azərbaycan bir diplomatik açıqlama verdi ki, başsağlığı verdi İrana. Türkiyədə isə birbaşa Rəcəb Tayyib Ərdoğan Xamneyinin adını çəkərək başsağlığı vermiş oldu. Amma bununla yanaşı həm Azərbaycan, həm də Türkiyə öz sərhədlərini gücləndirməyə çalışır. Bəzi qeyri-rəsmi olmayan məlumatlara görə Azərbaycan öz hərbi hava hücumundan müdafiə qüvvələrini Azərbaycanın cənub hissəsinə, cənub sərhədlərinə yığır və Azərbaycanla Türkiyə arasında da biz müştərək açıqlamalar, sərhədlə baş verən açıqlamaları jurnalistlərin çəkilişlərində görürük. Bu da onu göstərir ki, müəyyən mənada biz bu məsələdə koordinasiyadayıq və bu məsələdə sabit qalmışıq. Amma regionun cənubuna gəldikdə, məhz İraqın Kürd bölgəsindən tutmuş Ərəb körfəzinə qədər olan hadisələr isə çox dəhşətli bir mənzərəni xatırladı ki, İran da bu ərazilərə zərbə vurur və ən çox zərbə vurduğu ərazi isə Kürdistan ərazisidir. Məhz orada Su-24 təyyarəsini qaldıra bilir. Bilirsiniz, bu günləri İranın təyyarələri kifayət qədər köhnədir və o yalnız bu sərhədlərdə, o cənub hissəsində bunu qaldıra bilmir və Qətər də verdiyi məlumata görə artıq 2 Su-24 təyyarəsini saldığını bildirib. Amma Kürdistana vurulan zərbəsə, Kürdistanda Amerika bazalarına İran çox ciddi zərbələr endirib. Bunun müəyyən mənada geosiyasi baxımından məhz Kürdlərin də İranda əlaqəyə keçməsi, oradan yardım almasının da müəyyən mənada qabağını almış olur. İndi isə keçək biz Ərəb körfəzi ətrafına, yəni Fars körfəzi ətrafında baş verənlərə ki, məhz dünənlərə Amerikanın prezidenti Trump'ın açıqlamaları çox maraqlı idi və xalqa müraciət edəcəkdir. Açıqlamalarda biz nəyə şahid olduq? Onun şahidi olduq ki, Trump bildirdi ki, bugündən sonra İrana qarşı daha istifaza, daha dəhşətli bir fazanı həyata keçirdəcək və müharibə 1 ay, maksimum 2 ay çəkməlidir. Niyə 1 ay? Niyə 2 ay? Bax, bunun da açıqlamasını verəcəm. İkinci isə İranın Ərəb ölkələrinə vurduğu zərbədə müəyyən mənada biz zəifliklər gördük və hətta Ərəb ölkələrindən də biz nəyi eşitdik? Ərəb ölkələrindən də müəyyən belə bir açıqlamalar vardı ki, Amerika Ərəb ölkələrinin təhlükəsini daha az qoruyur, öz radar sistemlərini isə daha çox İsraili qorumağa yönəldir. Bax, bu da bir taktik ola bilər. Çünki Amerika öz körfəzdə olan hava hücumundan müdafiə sistemlərini əsasən İsrail istiqamətinə çəkib və bununla da ərəblərə zərbə vurmasının da bir növ qarşısını açmış olub. Baxın, burada İran üçün mənfi olan məqam nədir? Əvvəla Ərəb körfəzinə zərbə vurulandan sonra bir Keir Starmer'in, yəni Böyük Britaniya İngiltərənin baş nazirinin açıqlamasını gördü və açıqlamada bildirdi ki, İngiltərənin maraqlarına zərbə vurulub. Yaddan çıxartmaq lazımdır ki, bu ərazilərdə, Ərəb ölkələrində məhz İngilislərin də çox ciddi maraqları var. Bunu ikinci Ərəb ölkələrini artıq koalisiyaya saldı və onlar da açıqlama verdi ki, biz birbaşa artıq İrana zərbə vurmaya çalışacağıq. Onlar zərbəyə girməmişdilər. Orada yalnız Amerikanın qüvvələri vardı. Amma belə deyək, Amerika çox təəssüflər olsun ki, İran öz ətrafında da bir növ müttəfiqlərin sayını çoxaltdı. Özünə qarşı müttəfiqlərin sayını çoxaltdı. Ərəb ölkələri də artıq bildirdi ki, biz təmiz müharibəyə daxil oluruq, çünki bizim ərazilərimizi vurur. İngiltərə və Avropadan da Amerikaya dəstək planları gəldi ki, biz də bu koalisiyaya qoşulacaq. Amerika bildirdi ki, biz tam sürətdə öz döyüş taktikamızı dəyişib daha da gücləndiririk. Ona görə ki, artıq bu günləri İranın bütün hava hücumundan müdafiə sistemlərini demək olar ki, yer üzündən siliblər və bugün daha rahat sürətdə İranda işləyə bilər. İndi o məsələyə gəlirəm ki, niyə görə Amerika 1 ay və yaxud da 2 ay qoyur? Nədir bunun sirri? Bax, bunun sirri nədən ibarətdir? Bunun sirri ondan ibarətdir ki, müharibəyə başlayanda Amerika tam sürətlə qiymətləndirilmişdi öz kəşfiyyatı tərəfindən. Qiymətlər
qiymətləndirmişdi İranı. İranda bugün 3000-ə yaxın hava ballistik raketlər, yaxın məsafəli raketlər vardı ki, düşünürlər ki, bunlardan İran istifadə etdi də İran bir ayda 100 raket istehsal edə bilər. Bax, bunları istehsalda ən pis vəziyyətdə, ən mənfi halda İran bir ay, 2 ay raket ata bilər. Başa düşürsünüz? Bax, bunu nəzərə alaraq Amerika bu formatda bildirir ki, müharibə bir ay və yaxud da 2 ay çəkə bilər. Amma nəzərə almaq lazımdır ki, bugündən sonra Amerika İranın ballistik raket istehsalına və daha ciddi ərazilərə də zərbə vurur. Yəni İranı boş buraxmırlar ki, sən bir ay bizə qarşı müqavimət göstər. İranın da və Amerikanın da zərbələri intensivliyini alır və mən düşünürəm ki, nəinki 2 ay, mənim fikrim ondan ibarət ki, 2 həftə ərzində biz regionda olan əsl tablonu, əsl şəkili görmüş olacağıq ki, onda bəlli olacaq Amerika çıxıb gedirmi, yoxsa İran hakimiyyətini və rejimin dəyişməsinə gedirmi? Bu günləri rejimin də vəziyyəti çox ağırdır və nəzərə almaq lazımdır. Orada rəhbərləri tez-tez öldürəcəklərsə, orada da bir siyasi boşluq yaranacaq. Bu siyasi boşluğun içini doldurmaq düşünürəm ki, mümkünsüzdür. Mənim fikrim, mənim qənaətim ondan ibarətdir ki, bugün İranın çıxış yolu demək olar ki, qalmayıb. Təşəkkür edirəm diqqətinizə görə.